Milli Hidrometeorologiya Xidmətindən Doğru Xəbər Azərbaycan kanalına verilən məlumata görə martın 23-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, temperatur gecə 7-9, gündüz 12-17 dərəcə isti olacaq. Sabah Naxçıvanda gün ərzində bəzi yerlərdə arabir çiskin, duman ehtimalı var. Temperatur 9-11 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında hava arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq. Axşama doğru yağıntılar kəsiləcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 7-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.